Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Azəryol Elmi Tədqiqat Layihə İnstitutu tərəfindən avtomobil yollarının yüksək keyfiyyətlə tikintisi və uzunömürlü istismarı məqsədi ilə təşkil edilən ixtisas artırma kursları uğurla yekunlaşıb. İxtisas artırma kurslarının təşkilində məqsəd avtomobil yollarının tikintisində istifadə edilən materialların yoxlanılmasında yeni texnologiyalara əsaslanan testlərin tətbiqi, ağır tonnajlı nəqliyyat vasitələrinin təsirinə məruz qalan yol örtüyün qorunması və uzunömürlüyün təmin olunması məqsədi ilə ixtisaslı mütəxəssislərin yetişdirilməsidir. Kurslarda layihəçilər, layihə axtarış və geoloji tədqiqat mütəxəssisləri, laborantlar, operatorlar, mexaniklər, yol ustaları, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mütəxəssislər hazırlanıb. Tədris 40 saatlıq proqram əsasında yol inşaat materiallarının laboratoriya sınaqları, avtomobil yollarının tikintisi, əməyin mühafizəsi və texniki təhlükəsizlik, layihə axtarış işləri kimi mövzuları əhatə edib. Kursu uğurla başa vuran iştirakçılara Zəfər günü ərəfəsində keçirilən tədbir zamanı müvafiq sertifikatlar təqdim olunub. Mamedov Əlvan Binnət oldu.